Naxçıvanda rəhbərlik dəyişiklərindən sonra ciddi siqnallar alırıq, yaxşı mənada mesajlar alırıq. Siz də Naxçıvandansınız, bölgədənsiniz. Bilirəm ki, qohumlar orada yaşayırlar. Naxçıvandan tez-tez əlaqələr saxlayırsınız, danışırsınız. Nə eşidirsiniz Naxçıvandan? Nə danışır Naxçıvanlar? Mən deyim ki, yeni təyin olunmuş rəhbərliyi, Naxçıvan rəhbərliyi, yəni cənab prezidentin Naxçıvan nümayəndəsi, bir baxmayaraq ki, yaşı azdır, belə deyək. Gəncdir. Gəncdir. Bəli. Amma çox yaxşı xarakterizə olunur və Naxçıvanda onun eləyə biləcəyi işlər elə hesab edirəm ki, böyük işlər ola bilər və o fikirdədir ki, mən hətta onun fikirləri ilə bağlı, onun bəzi yerlərdə səsləndirdiyi fikirləri də analiz eləmişəm, açıq deyim. Düşünürəm ki, Ceyhun müəllim çox ciddi addımlar atacaq. Bilirsiniz, Naxçıvan konservator yerdir, mühafizəkardır. Bəli. Naxçıvan ənənələrə hörmətlə yanaşandır, böyüyə, kiçiyə hörmət edəndir. Naxçıvan eyni zamanda qaynar qazandır. Onu da sizə deyim ki, 90-cı illərin əvvəllərində, baxın görün, o siyasi proseslərdə Heydər Əliyevi yenidən sevə-sevə gətirmək, onu deputat eləmək, yeni Azərbaycana onu təqdim eləmək. Demək istəyirəm, yəni, eyni zamanda Naxçıvan əhalisi, Naxçıvan cəmaatı yaxşını da qiymətləndirməyə bacarandılar. Və ona görə də hesab edirəm ki, onun da nəsli, kötüyü, Ceyhun müəllimin, Ceyhun Cəllovun ailəsini də hamı yaxşı tanıyır və düşünürəm ki, o özünün savadı, intellekt səviyyəsi, potensialı, o cavan olsa da, gənc olsa da, onun keçdiyi yol, onun təcrübəsi imkan verir ki, o böyük işlər görsün və istəyi də var, görəcək də. Sizə deyim ki, o Naxçıvanı heç vaxt əxlaqsızlıq yerinə çevirmək olmaz. Naxçıvanın insanları artıq o problemi kontinental olduğuna görə insanların da xarakteri maksimalistdirlər. Ya dostlar, ya düşməndirlər. Pisi heç vaxt qəbul eləməyəcəklər. Bax, Fuad Nəcəflini. Bəli. Naxçıvan qəbul etmədi onu. Qəbul et, həqiqətən qəbul etmədi. Doğru. Amma görürsünüz, çox qısa bir şey keçdi. 3 ilə olmadı. Yəni, hakimiyyət səhvdir. Amma mən elə düşünürəm ki, bunun ailəsinin, özünün davranışı, nəsli, kötüyü, tayfası və orada bu günə qədər gördüyü işdə son 3 ildə gördüyü işdə o Naxçıvana çox məhəbbətlə yanaşsın, sevgi ilə yanaşsın və Naxçıvanları qucaqlasın, Naxçıvanlar da onu qucaqlasın və bir yerdə Naxçıvanı inkişaf elətdirsinlər. Mən onun haqqında pozitiv fikirlərdəyəm, açıq deyim. Və düşünürəm ki, o bizim fikirlərimizi, bizim o istəklərimizi doğrulacaq, o ənənələrə hörmət qoyacaq, o Naxçıvanın o öz əxlaqi dəyərlərinə, mənəvi dəyərlərinə hörmətlə yanaşacaq və yanaşır da. Yeni deyirəm, indiyə qədər ki, o fəaliyyətində görsənir ki, bəli, onların hamısına hörmətlə yanaşıb və kadr siyasətində də, elə davranışında da Naxçıvanın inkişaf elətdirmək istiqamətində böyük addımlar atacaq. İlkin artıq nəticələr var. Naxçıvan səhiyyəsini darmadağın etmiş sabiq nazir öz vəzifəsindən uzaqlaşdırılıb, Samik Sadıxov. O, Naxçıvan səhiyyəsinə çox böyük bir zərbə vurdu və əsl bir peşəkar Rəşədət Həkim nazir müavini təyin olunub. Onu hamı yaxşı tanıyır. Psixi xəstəliklər dispanserinin baş həkimi olub, sonra Naxçıvan Muxtar Xəstəliklər. Bilirsiniz, Naxçıvan balaca bir yerdə, üzr istəyirəm, sizin fikriniz bir balaca kəsirəm, əlavə edirəm fikrinizə. Naxçıvan balaca yerdir. Naxçıvanın əhalisi demək olar ki, hamamını tanıyır. Hansısa formada hamamının tayfasında, nəslində, özündə yaxşı tanıyır. Naxçıvanda başqa bir əməllə məşğul olmaq, başqa bir işlərlə məşğul olmaq, pis bir tendensiya qoymaq mümkün deyil. O davam eləyə bilməz. Bir, yenə deyirəm, insanlar kontinental xarakterlidir. İnsanların xarakterində maksimalistlik var. Yəni, ya dostam, ya düşmənəm. Ya səni qəbul edəcəm, sənin ətrafında birləşib işləyəcək, Naxçıvanı inkişaf elətdirəcək, ya da qəbul eləməyəcək. Bax, budur. O da 1 il, 2 il, 3 il bəs eləyir. Yəni, amma belə düşünürəm ki, Naxçıvan Ceyhun
Cəllovla bağlı ab-hava yaxşıdır, fikirlər yaxşıdır. İnsanlar düşünürəm ki, inanırlar. Qısa zaman ərzində ümidlər inama çevrilə bilir. İnşallah biz də inanırıq ki, ümid eləyirik ki, və biz ona da inanırıq ki, bu inam əminliyə də yaxın zamanlarda çevriləcək. Mən yeni Səhiyyə Nazirinin müavini haqqında qısa fikirlərimi demək istəyirəm, Bəruz müəllim. Yeni Səhiyyə Nazirinin müavini deyim ki, psixəstələr dispanserinin baş həkimi olub, sonra Muxtar Respublika Xəstəxanasında çalışıb, yaxşı həkimdir, yaxşı ziyalı kimi xarakterizə olunur. Düzdür, cəmiyyətdə mövqe bir mənalı deyil, o da sabotajların dövrəyə buraxdığı informasiyalardır. Ceyhun müəllim işi çox çətin olacaq, mən açıq deyim. Çünki Vasif Talıbov, sonra Fuad Nəcəfli dönəmindən sonra bir enkaz qalıb. Bir zəlzələdən sonra çökmüş bir binadır. Birinci hələ bu zirzibili təmizləmək lazımdır, sonra binanı tikmək lazımdır. Bəli. Bu çox ağır bir prosesdir və sabotaj da edəcəklər. Təyin olunan kadrlara da sabotaj edəcəklər, nə bilim 50 dənə nəsə yamayacaqlar, nəsə fikirlər səsləndirəcəklər. Baxıram sosial şəbəkələrdə qarşıma çıxır ki, bu nə nazir müavini də təyin ediblər. Vasif Talıbovun vaxtında hamını dəlixanaya aparıb yığırdı, bu falan besmekan, belə fikirlər səsləndirilir. Amma mən özüm bilirəm ki, o nazir müavini nə qədər insanı o dəlixanadan xilas edib. Vasif Talıbovun dönəmində mən orada işləmişəm, bilirsiniz. Mən proseslərin içində olmuşam. Nə qədər adamı aparıb orada məhv eləmək istəyiblər, o qarşısını alıb. Bunu da demək lazımdır axı. İndi yeni təyin olunan kadrlara qarşı bir anti deyək ki, nəsə bir fikir formalaşdırmaq, bu insanları ləkələmək, bu doğru deyil. Yox, biz gözləmək lazımdır. Bir meydan veriblər. Gözləmək lazımdır ki, bu meydanda necə davranır. Bu bir. İkincisi də ki, ümumiyyətlə Naxçıvanın hər bir siyasətçisi də deyim, jurnalist də deyim, sonra Naxçıvandan çıxan fərqi yoxdur. Kim olur olsun, bu vəziyyətdə kömək eləməlidir. Əksinə o məmurlara antipatiya deyil, rəğbət qazandırmaq lazımdır, hörmət yaratmaq lazımdır ki, qoy işləsin, meydan verək, görək, necə işləyir, necə davranır, ona uyğun biz hərəkət eləyək. Bir. İkinci tərəfdən də ki, yaddan çıxartmaq lazım deyil ki, bir nəfər, fərqi yoxdur, kim olur olsun, Naxçıvanın adına xələl gətirirsə və yaxud da pis davranırsa, əməllərində hər hansı bir pis notlar vardırsa, pis əməlləri vardırsa, o demək deyil ki, Naxçıvanlıların hamısı pisdir və yaxud da Naxçıvanlıların hamısını tənqid eləmək lazımdır. Xeyr, bu yanaşma ümumiyyətlə düzgün yanaşma deyil. Ona görə də fikirləşirəm ki, həriyə öz əməlinə görə qiymət vermək lazımdır. Bu bir. İkinci tərəfdən də bizim hamımızda kömək eləməliyik ki, yeni kadrlar seçilibsə, təyin olunubsa, qoy onlar bir meydan verək, qoy özlərini göstərsinlər və istək də mən elə hesab edirəm ki, müsbətdir, müsbət tendensiyaları var. Ona görə də meydan vermək lazımdır və kömək eləmək lazımdır. Mən Naxçıvanla bağlı tənqidi çıxışlarımda əsas qabartdığım məsələlərdən biri də Naxçıvanda yüksək vəzifə daşıyan şəxslərin həftənin 5-ci günü Bakıya gəlməkləri idi. Çünki onların bir çoxu Bakıdan təyin olunub. Nə mənada Bakıdan təyin olunub? Yəni Bakıdan gedib orada işləyirlər, burada yaşayıblar, burada işləyiblər, indi orada yüksək vəzifələrə təyin olunublar. Həftənin 5-ci günü nardan sonra bunların hamısı gəlirdi Bakıya. Muxtar Respublikada bir nəfər vəzifəli şəxs tapmaq olmazdı. Yəni Naxçıvan olurdu yiyəsiz, sahibsiz. Həftənin 5-ci günü nardan sonra. 6-cı bazar günü keçirdi. Birinci gün ya səhər gəlirdilər, ya bazar günü axşam qayıdırdılar. Birisi də Naxçıvana yeganə yol təyyarə vasitəsilə, hava yolu vasitəsilədir. Təyyarəni elə bunlar doldururdular. Sadə Naxçıvanlı da bilet tapa bilmirdi Bakıya gəlib getməyə. İndi eşidirəm ki, yeni rəhbərlik bu məsələləri qadağan eləyib, haqlı şəkildə hər kəs öz yerində oturmalıdır, hər kəs öz işinin başında olmalıdır. Əlbəttə. Əgər Naxçıvanı seçibsənsə, burada işləməyi seçmisənsə, sən gəlməlisən, oturmalısan, burada yaşamalısan. İndi müxtəlif sahələrə məsul nazirlərdir, məsul deyək ki, komitə sədrləridir, agentlik direktorlarıdır. Onun sahəsində hansısa bir negativ hal baş versə, hansısa bir problem yaransa həftənin şənbə günü, ona kim cavab verəcək? Kim bu prosesi idarə eləyəcək? Deməli, bu vəzifəli şəxslər öz yerlərində olmalıdırlar. Bu çox müsbət haldır və mən elə fürsətdən istifadə edib Naxçıvanda işləmək istəyən
o Naxçıvanlara və yaxud da Azərbaycanımızın digər bölgəsi olan insanlara da demək istəyirəm ki, əgər Naxçıvanda işləmək fikriniz varsa, nəzərə alın ki, bundan sonra stüardessa kimi 5-ci gün başa gəlmək yoxdur ha. Orada qalıb işləmək var. Kim bunu qəbul edəcəksə, buyurub ki, Naxçıvanda işləyə bilir. Mən bir məsələni də deyim, yekunlaşdıraq. Hiss edirəm ki, çox zəngin belə gündəm idi, danışdıq. Cənab Prezident həmişə qeyd edir ki, mənim nümayəndəm, yerlərə təyin elədiyim adamlar, məmurlar mənim nümayəndəmdir. Bəli. Və o yalnız vətəndaşların qeydinə qalmalıdırlar. Bəli. Həmin ərazinin, həmin regionun qeydinə qalmalıdır. Və ona görə də elə hesab edirəm ki, bu status verilibsə, bu belə deyək, ehtimat göstərilibsə, düşünürəm ki, hər kəs bunun mahiyyətinə varmalıdır, dərk eləməlidir və onun üzərində olan yükü üzərinə götürülübsə, qoyulubsa, yəni bunun altına girmisənsə, bu yükü götürməyə bacarmalısan və özü doğrultmalısan. Yəni hesab edirəm ki, bu məsələdə elə təyin olunmuş nümayəndələrin hamısı da, başçılar da yerlərdə Cənab Prezidentin nümayəndəsi kimi davranmalıdırlar. Vətəndaşların haqlı iradlarına da qulaq asmalıdırlar, tənqidlərinə də qulaq asmalıdırlar, xahişlərinə də baxmalıdırlar, təşriflərinə də qulaq asmalıdırlar və onu dəyərləndirməlidirlər. Hesab edirəm ki, yaxşı olacaq Naxçıvanda da. Biz də ümidliyik, inanırıq. Naxçıvan əhalisinin inamı var. Gələcəyə nikbin baxırlar və hesab edirik ki, yaxın gələcəkdə Naxçıvanda çox böyük hadisələrin şahid olacaq.